Salam, hər vaxtınız xeyir olsun. Gəlin mübtədəyə aid müəyyən məqamlara baxaq. Mübtəda xəbərə aid şəxs və əşya bildirir. Xəbərə aid şəxs və əşya bildirir. Yəni biz cümlədə mübtəda axtaranda ancaq insan axtarmayacaq və mübtəda olan sözlər mütləq ki adı xalda olmalıdır. Yəni adı xalda olacaq və kim, nə, hara sualına cavab verməlidir. Yəni adı xalın sualları. Kim, nə, hara. Və hökmən mübtəda cümlənin əvvəlində gələr deyə bir qayda yoxdur. Məsələn, mən, baxın burada bir cümlə yazdım. Mən dərsə gedəndə yağış yağırdı. Yağırdı. Birinci biz həmişə xəbərimizi tapırıq. Yağırdı, nə yağırdı? Mən yağırdı. Xeyr, nə yağırdı? Yağış yağırdı. Xəbərə sual verib mübtədanı tapmalıyıq. Mübtədanın sualından biri də nədir? Gördünüz, hər elə cümlənin əvvəlində gələn söz mübtədadır deyə bir şey yoxdur. Burada feili bağlama var. Mən sözü feili bağlamanın tərkibindədir və o da yalnız zərfli olacaq. Bizim mübtədamız burada yağışdır. Qaraldı, nə qaraldı? Hava qaraldı. Gəldi kim? Müəllim gəldi. Daha çox sadə mübtəda olur, bir də mürəkkəb mübtəda olur. Sadə mübtədalarımız ən çox, daha çox isim, məsdər, şəxs əvəzlikləri, qeyri-müəyyən əvəzliklərlə ifadə olunur. Və başqa nitq hissələrlə də ifadə oluna bilər, amma burada qeyd eləmişəm say, sifət, feili sifət və tərkibi isimləşib, yəni isim xüsusiyyətini daşıyıb sonra mübtəda ola bilər. Məsələn, qocalar getdilər. Qoca burada sifətdir, cəm qəbul edib, isim xüsusiyyətini qəbul edib, cümlənin mübtədasıdır. Birbaşa ola bilmirlər. Ancaq yuxarıdakılar birbaşa olur. Mürəkkəb mübtədalar isə söz birləşməsi. Yəni, söz birləşməsi deyəndə ismi birləşmə, feili birləşmədən məsdər tərkibi, feili sifət tərkibi ilə də ifadə oluna bilər. Məsələn, qalibdirlər. Kim? Kimlər? Suala cavab verənlər. Burada feili sifət var. Bu bir yerdə feili sifət tərkibi yaradıb. Nə baş verib? Burada mürəkkəb mübtəda olub. Məsdər tərkibi dərs oxumaq vacibdir. Vacibdir. Nə? Dərs oxumaq. Yadımızda qalsın. Yəni mübtəda ancaq cümlənin əvvəlində gələr deyə bir qayda yoxdur. Və yaxud insan olar deyə bir qayda yoxdur.